Obyektin sənədləri digər vərəsələrin xəbəri olmadan digərinin adına rəsmiləşdirilib. Belə bir iddianı Azər Məmmədov edir. Onun sözlərinə görə, söhbət qardaşı Arif Məmmədova məxsus olan 557 kvadrat metrlik obyektdən gedir. Obyekt Xətai rayonu Xocalı prospektində Inter MTK tərəfindən inşa edilən binanın qarajında yerləşir. Azər Məmmədovun bildirdiyinə görə, Arif Məmmədov vəfat etdikdən sonra o, subay olduğu üçün əmlakının vərəsələri 5 qardaşı və 3 bacısı olub. 557 kvadrat qeyri-yaşayışdır. Bura mənim rəhmətli qardaşımın adında olub və ondan sonra 8 vərəsədir. Bizim icazəmiz olmadan Inter MTK-nın rəhbəri Qabil Əliyev həmin müqavilələri 4 dənə müqavilədir burada keçirilib digər qardaşımın adına, hansı ki bizim xəbərimiz olmadan bizim tələbimiz ondan ibarətdir ki, rəhmətli qardaşımın adına qayıtsın. Səbəb də onu göstəririk ki, hər birimizin burada gələcəkdə bir imza çəkmə, bir satışa qoyulubdur. Hər birimizin icazəmiz olsun ki, burada satış zamanı anında xəbərimiz olsun. Şikayətçinin əsas narazılığı sənədləşmənin necə aparılması ilə bağlıdır. Azər Məmmədov hesab edir ki, mərhum qardaşının adına olan əmlak vərəsəlik məsələləri tam həll edilmədən başqa şəxsin adına rəsmiləşdirilə bilməzdi. O, bununla bağlı sənədlərin və prosesin araşdırılmasını istəyir. Və Inter MTK-nın rəhbəri Qabil Əliyev də məni dəfələrlə anladıbdır. 37 dəqiqəlik görüşümüz keçib. Orada mənə bildirib ki, səs yazısı var ki, rəhmətli Arifin adınadır. Sabah onun adına olan sənəti götür. Demişəm oldu. 2 gün gəlib getmişəm, əlaqə yarada bilməmişəm, telefonlarıma cavab verməyib, digər nömrə ilə yığmışam, götürüb. Deyibdir ki, biz fevral ayının 10-unda biz keçirmişik digər qardaşının adına. Biz də demişik ki, bəs niyə bizi bu qədər alladaraq? Sonra da bildirib ki, mən beynim kompüterdir, yaxşı eləmişəm, get harasından şikayət elə, burada sənin heç nəyin yoxdur. Belə bu qayda giriş-çıxışıma məhdudiyyət qoyur. Özünüz yaxınlaşanda da gördünüz ki, icazə vermirdilər girməyə, hansı ki, açar da məndədir, içərini aça bilirəm rahat. Heç nə də düşünürəm ki, müqavilələr dala çəkilib, bu mənim düşüncəmdir, fikrimdir. Çünki aprel ayında görüşdə mənə niyə bildirmədi ki, fevral ayında köçürülüb, 2 dəfə, 3 dəfə niyə dandı? Amma iddia bununla da bitmir. Azər Məmmədov deyir ki, obyektin sənədlərdə göstərilən sahəsi ilə faktiki istifadə olunan ərazi arasında da fərq var. Onun sözlərinə görə 557 kvadrat metrlik sahənin təxminən 60 kvadrat metri də tikinti şirkəti tərəfindən mənimsənilib. Məsələ ilə bağlı Inter MTK-nın da mövqeyini öyrəndik. Şirkətin iş icraçısı İmran Hüseynov deyir ki, obyektin müqavilə sənədi qardaşlardan birinin adına rəsmiləşdirilib. Yəqin ki, sənədlər əsasında keçib də, elə belə keçirmir. Yəni, qardaşın adına keçiriblər də. Başqasına keçirməyiblər. Amma digər qardaşlardan və bacılardan, vərəsələrdən, yəni tikinti şirkəti icazə almır. Digər bacı qardaşı, öz bacı qardaşıdır da. Nə fərq var ki, keçirib bunun qardaşı da, başqasına da keçirməyib ki. Rəhmətliyin nə mülkü var, yəqin ki, hansısa bir sənəd olub ki, gətirib göstərirlər, keçirib o qardaşına da. O da bunun qardaşı da kimdir ki? Yox, başa düşdük, amma bəlkə aralarında bir konflikt var, çünki vərəsələr sayılırlar. O hissələri mən bilmirəm. Orada nə tər keçiriblər, yəqin ki, hansısa sənəd təqdim eləyib ki. Şirkət nümayəndəsi 60 kvadrat metrlik hissənin mənimsənilməsi ilə bağlı iddianı da qəbul etmir. O ki qaldığı əmlakın vərəsəlik qaydasında kimə keçməsinə hüquqşünaslar deyirlər ki, mütləqdir ki, burada digər vərəsələrin rəsmi razılıq imzası olmalıdır. Şikayətçi Azər Məmmədov deyir ki, bu məsələyə görə məhkəməyə müraciət edəcək. Ramal Abdullayev, Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər.